Azərbaycanın milli qəhrəmanı Mədəd Quliyev 27 sentyabr 1958-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1980-1982-ci illərdə silahlı qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə vətən, dövlət qarşısında müstəsna xidmətlərə və rəşadətə görə Azərbaycanın milli qəhrəmanı fəxri adı verilmişdir.